Aha, deməli, müəllim, indi terminlərin də belə deyək, baxaq tam rahatçılıqla. Ümumiyyətlə, Piagenin ilk öncə terminlərə keçməmişdən qabaq biz sxem şemata dedik ki, şemata nə idi? Bugün Piage nəyə görə belə deyək də insan beynini şemata, sxemlər əsasında təşkil etmişdi. Ona görə ki, deməli, insanın ümumiyyətlə ətraf aləmi, dünyanı başa düşməsi üçün elə bil ki, insanın belə deyək də beyni sanki kompüter proqramı kimidir də. Şemata da, sxem də insanın beynini kompüter kimi elə bil ki, inkişaf elətdirir. Sanki insan hər dəfə bir məlumat, informasiya əldə etdikcə onu zehnində yerləşdirir, həmin o çərçivə dediyimiz, şemata, sxema dediyimiz çərçivənin içərisində. Ona görə də yəni biz bugün bu şemata ilə bağlı önəmli bir məqam budur ki, və daim insan yetkinləşdikcə, təcrübə qazandıqca da yetkinləşərək o təcrübəni adi özümüzdən götürək. İnsan bugün informasiyalar, yeni informasiyalar öyrənirik, özümüzü inkişaf elətdiririk, yetkinliyə doğru gedirik. Hər dəfə bir nəzəriyyə, bir belə deyək də proqram, mövzu öyrəndikcə, təcrübə qazanma yolu ilə biz dəyişikliyə uğrayıb yenidən təşkil oluna bilirik. Dəyişikliyə uğrayaraq yenidən biz nəyisə bərpalaşdırırıq, özünü inkişafa gedirik və bizim bu beyin sxemimiz də bundan ibarətdir ki, hər dəfə yeni beyin, bu sxem informasiya qazandıqca yenidən dəyişikliyə uğrayıb təşkil oluna bilir. Yəni ona görə də bizim də ilk dəfə çağalıq sferası, bu 0-2 yaş dönəmində hissərəki mərhələnin çağalıq sferasında ilkin sxemlər də bizdə reflekslər idi ki, hansı ki ilk dəfə insanın həyata gəldiyi dövr. Deməli, əmmə refleksi, tutma refleksi və s. yəni duyğular, xarici reseptorlar, qıcıqlandırıcılar vasitəsilə belə deyək, insanın körpənin ətraf aləmi dərk etməsi və bunun əsasında da belə deyim də, bugün biz bu beyin sxemamızda uyğunlaşma deyirik ki, hansı ki bu uyğunlaşma hələ ki belə deyim də, bu uyğunlaşma ümumiyyətlə elə bir prosesdir ki, ömür boyu davam edən bir prosesdir, yəni dəyişilməzdir. Çünki burada belə deyək də, insanın ətraf aləmə bələdləşməsi, insanın olduğu bir mühitə uyğunlaşması, o deyir bir söz var, əvvəldən necə tutursansa elə də gedir. Yəni əvvəldən sıfırdan necə başlayırsansa, davamı elə gedir, yəni. Ona görə də ömür boyu davam edən dəyişilməz bir proses olaraq koqnitiv sferanı da Piaget belə vurğulayırdı ki, yəni fiziki və psixososial inkişaf baxımından insan daim olaraq buna uyğunlaşma məcburiyyətindədir. Hansı ki bu beyin sxemamızda, yəni. Ona görə də bugün Piaget bu uyğunlaşmanı iki terminlə izah eləyirdi. Biri assimilyasiyadır, baxın burada qeyd eləmişəm. Biri, bax bu birinci assimilyasiyadır, digəri akkomodasiyadır. Hə, assimilyasiya və akkomodasiya. İndi gəlin görək assimilyasiya nədir? Assimilyasiya müəllimlər, bax burada da verib ki, mövcud biliklər var ki, beynimizdə olan mövcud biliklər, yəni bu sxemlərdən istifadə edərək yeni məlumatın izah edilməsidir. Yəni bu nə deməkdir? Yəni burada deyir ki, məsələn, uşaq mövcud anlayışına uyğun olaraq yeni məlumatı assimilyasiya edir, uyğunlaşdıraraq qavrayır. Bunu müsahibədə bir müdavimə, artıq 1-2 il bundan qabaq müsahibədə, MİQİ müsahibəsində müəllimə ünvanlanan bir sual idi ki, komissiya üzvləri tərəfindən ki, assimilyasiya nədir? Assimilyasiya deyərkən nə başa düşürük? Amma təəssüflər olsun ki, müdavimin verdiyi cavab onları yetərli qəbul etməmişdi. Sırf o assimilasiya sualına ki, desin kəsmişdilər o müəllimi. Burada assimilasiyanı biz bugün necə çatdıra bilərik? İstər testdə tapaq, istər şifahi olaraq bugün biz onu müsahibədə canlandıraq. Piagetin dili ilə desək, assimilasiya loğru dildə mənimsəmə deməkdir. Mənimsəmə nədir? Qavrama. Adi insanın qavraması mənimsəməsi. Yəni, bugün təkcə dərsi mənimsəmək yox, təkcə zehni mənimsəmədən söhbət getmir o dərsi mənimsəyin. Bugün mən burada danışıram, siz mənimsəyirsiniz və yaxud da oxuyaraq mənimsəyirsiniz. Assimilasiya budur ki, insanın hansı yaşda olmasından asılı olmayaraq, qarşılaşdığı bir vəziyyət olsun, hadisə olsun, eyni zamanda obyekt olsun, fərqi yoxdur. Yəni onu belə deyək də, özündən əvvəl
özündən əvvəl mövcud olan beynindəki o sxemlərdə yerləşdirdiyi köhnə biliklərlə vasitəsilə açıqlaya bilməsidir. Aydındırmı? Yəni bunu da bax bu deməkdir ki, uşaq mövcud anlayışa uyğun olaraq yeni məlumatı assimilyasiya edir. Yəni necə assimilyasiya edir? Bildiyinə əsasən assimilyasiya edir. Deməli bunun əvvəlcədən bir söz var, deyir qabında var idi. Yəni beynində var idi ki, əvvəlcədən məlumatlıdır, bilir ki, buna oxşar bir şey də keçəndə, yeni bir şey olanda artıq o ona təmiz sıfırdan yeni olmur. Onu assimilyasiya edir. Assimilyasiya edir, neyir? Mənimsəyir. Bir daha mənimsəyir. Bir daha onu beynində həll edir və onu öz beyin sxema, belə deyək də, sxemasına uyğun olaraq şəkildə qavrayır, uyğunlaşdırır. Axı beyində var, kökü var bunun. Başa düşdünüz? Kökü olmayan şeyi o assimilyasiya edə bilməz. Deməli bunun kökü var beyində və buna əsasən toxum var, kökü var və buna əsasən də assimilyasiya edir. İndi gəlin buna uyğun nümunəyə baxaq. Baxın, burada nümunə verib ki, assimilyasiya. Gətirəcək indi başqa bir nümunəni situasiya şəklində qəbulda. Deyəcək ki, görün bu assimilyasiyadır. Məsəl üçün deyirəm. Deyir ki, nümunədə verib ki, burada uşaq əvvəllər it görmüşdü və bu pişiyi də it kimi tanıyır. Fərqi yoxdur, dovşan olsun, nə bilim, dörd ayaqlı başqa bir heyvan olsun. İtə bənzədir. Niyə? Çünki ilk dəfə iti görübdü, tutalım, iti qavrayıbdı heyvanlardan. Və başqa bir heyvan da görəndə, dörd ayaqlı heyvan söhbəti. Heyvan görəndə onu itlə, belə deyək də, itin anlayışına uyğunlaşdırır. Yəni dörd ayaqlı heyvan anlayışına uyğunlaşdırır. Niyə? Çünki it görmüşdü, pişiyi də it kimi tanıyır. Demir ha, pişiyə it demir. Sadəcə deyir ki, pişik də it kimidir. Oxşarlığı budur ki, onun da dörd ayağı var, bunun da dörd ayağı var. Hər ikisi də dörd ayaqlı heyvandır. Və bunu neynədir? Ümumiləşdirdi, dörd ayaqlı heyvan anlayışı altında uyğunlaşdırdı, bunu assimilyasiya elədi beynində. Və yaxud da deyir ki, deməli, qıvrımsaç insan görəndə onu kloun adlandırır. Niyə? Çünki klounu qıvrımsaç görübdü. Başqa bir qıvrımsaç bənzər bir şey görəndə, məsələn, deyir ki, bu klounun da saçında var idi da, bu qıvrımsaç. Yəni, bunu hələ ki, beynindəki mövcud sxemə uyğunlaşdırır. Bənzətmə, əvvəldən görüb nə isə, indi yeni bir şey görəndə hansısa bir xüsusiyyətə görə onu uyğunlaşdırıb assimilyasiya edir. Aydın oldu müəllimlər? Sual varmı? Aha, sual yoxdur. Davam edeyim. Aha. Demək, daha sonra akkomodasiya nədir? Ümid edirəm ki, assimilyasiya sizə aydın oldu. Akkomodasiya nədir? Akkomodasiyanın assimilyasiyadan fərqi nədir? Akkomodasiya odur ki, müəllimlər, bunun digər adı uyğunlaşdırmadır. İndi assimilyasiyada da təbii ki, uyğunlaşdırır, amma assimilyasiyada biz dedik ki, onu qavrayaraq mövcud sxema əsasında assimilyasiya eləyir də, yəni. Amma akkomodasiyada necə uyğunlaşdıracaq? Belə deyək də, assimilyasiyadan fərqli olaraq budur ki, onun mövcud olan həmin o sxemlər əsasında, belə deyək də, dəyişdirərək yeni məlumatı bu sxemlərə uyğunlaşdıraraq yeni sxem yaratması. Yəni, yenilik axtarırsınızsa, nəsə yeni bir şey sxemanıza, beyninizə yaratmaq istəyirsinizsə, onun təməlini qoymaq istəyirsinizsə, akkomodasiya edin onu. Assimilyasiya yenilik gətirmir. Assimilyasiya ilə köhnə əsasında onu ona bənzədir. Çünki əvvəl görüb, əvvəl bu informasiyanı qavrayıb, indi isə nəsə də görəndə onu əvvəlkinə əsasən qavrama edir. Onun əsasında, belə deyək də, nəsə uyğunlaşdırır. Bu cür assimilyasiya. Amma akkomodasiya isə, məsəl üçün deyirəm ki, uşaq hansısa bir vəziyyətlə qarşılaşır, onun üçün yeni bir informasiyadır da, tutalım. Onu artıq görür ki, başlayır düşünməyə. Görsün bunu assimilyasiya edə bilirmi? Yəni necə? Akkomodasiya etmək üçün görsün ki, bunun beynində həmin o sxemlərdə o vəziyyəti nə vaxtsa yaşayıbmı? Görür, yox, yaşamayıb. Bu dəfə köhnə bildiyi bir şey yoxdur. İlk dəfədir rastlaşır. İlk dəfədir, deyirəm, ilk dəfədir həyatımda elə belə bir şey görürəm. Heç belə məlumatlı deyildim bu haqda.
Aha, indi artıq bunu nə edirəm? Görəm əziyyət çəkirəm axı. Deməli mənim əvvəldən bir məlumatım yoxdursa, bunu yaşamamışam, görməmişəmsə, mən necə durum onu köhnə bir şey deyim ki, hə bilirəm. Yox, deməli bu mənim üçün akkomodasiya olacaq, yenilik olacaq. Deməli mən bunu artıq qabımda olanı əsasən yoxdursa, açıqlaya bilmirəmsə, deməli artıq mən bunu daha yeni bir sxema kimi fikirləşib şematama uyğunlaşdıracağam artıq. Hə, əlavə edəcəm bir yenilikçi kimi, yeni bir məlumat kimi öz beyin sxemama əlavə edəcəm və mövcud olan sxemamın məzmununu da dəyişdirəcəm. Çünki artıq köhnədən bir şey yoxdur deyə mən bunu köhnə kimi assimilyasiya eləməyəcəm. Artıq yeni bir məlumat kimi akkomodasiya eləyəcəm beynimdə. Bunu quracam. Sanki bir kreativlik, yaradıcılıqda yeni bir informasiyanı beyin sxemama qəbul edəcəm. Bu da olacaq akkomodasiya. Necə? Nümunə kimi burada verib ki, məsələn, uşaq başa düşür ki, deməli pişik itdir. Axı biz birinci nümunədə dedik ki, əvvəllər iti görüb deyə pişiyi də it kimi bilir. Amma pişiyə təbii ki, it demir. Sadəcə 4 ayaqlı heyvan anlayışı kimi uyğunlaşdırır. Təbii ki, bilir ki, it ürür, pişik miyaldayır. Yəni bu fərqli-fərqli heyvandır. Amma pişik itdir, assimilyasiyadırsa, yaxşı. Amma indi anlayır ki, pişiyin başqa səciyyəvi xüsusiyyətləri var. Necə? Məsələn, akkomodasiyada artıq neyniyir? Akkomodasiyada artıq konkret olaraq yeni informasiyanı birbaşa beyninə ötürür. Çünki assimilyasiyada belə deyək də bilmirdi. Assimilyasiyada sadəcə ümumiləşdirib elə heyvan olaraq deyirdi. İt də heyvandır, pişik də heyvandır. Hər ikisi də 4 ayağı var. Yəni bunu bu cür ümumiləşdirdi. Amma xüsusiyyətlərinə varmadı ki, məsəl üçün it ürür, pişik miyildayır. Yəni it başqa, pişik başqa. Yəni yerlə göy qədər fərqi var. Yaxşı. Amma bunu gəlib akkomodasiyada xüsusiyyətlərini artıq anlayır, bilir ki, artıq indi anlayır ki, pişik miyildayır, it hürür. Aysel, it daha çox, yəni itin belə deyək də insana təhlükəsi var, nəinki pişiyin. Yəni it insanı tutur, amma pişik insanı tutmur. Məsəl üçün deyirəm, yəni bu kimi səciyyəvi xüsusiyyətlərini artıq anlayır harda? Akkomodasiyada. Aydındırmı? Yəni bu halda da 4 ayaqlı heyvan sxeması biraz da genişlənir. Bayaq məhdud idi. Harda? Assimilyasiyada məhdud anlayışı. Niyə? Ümumiləşdirdi, elə dedi ki, o da heyvandır, bu da heyvandır. O da 4 ayaq üstündədir, bu da 4 ayaq üstündədir. Amma heç bir fərqli xüsusiyyətlərini assimilyasiyada anlamırdı. Amma akkomodasiyada fərqinə vardı. Yəni düşüncə forması dəyişir. Yeni məlumat alır axı. Yeni məlumat alır. Yeni məlumatı mənimsəmək üçün də əvvəlki biliyini dəyişir. İndi assimilyasiyanı necə dəyişəcək? Belə dəyişəcək ki, məsələn, daha belə deyək, məhdud ümumiləşdirmə aparmayacaq. Düzdür, 4 ayaqlıdır, razıyam, heyvandır, razıyam, amma artıq yeni bir yenilik gətirir ki, fərqli-fərqlidir. Yəni heç də bütün heyvanları ümumiləşdirib belə deyək də ümumi ad vermək olmaz. Çünki hər birinin fərqli-fərqli xüsusiyyətləri var. Aydındırmı? Yəni burada artıq yeni informasiyanı artıq beyin sxemasına otuzdurur akkomodasiyada. Bu qədər. Bəs yaxşı, ekvilibrium nədir? Ekvilibrium tarazlıq deməkdir, müəllimlər. Yəni ki, burada assimilyasiya ilə akkomodasiyanın hər iki termin arasında olan tarazlığın qurulması prosesidir ki, biz burada belə deyək də tutalım ki, yenə bir vəziyyətlə qarşılaşmışıq, yeni bir hadisə görmüşük. Onu yenə biz beynimizdə olan mövcud olan sxemlərlə açıqlaya bilmədik də, mövcud olan sxemlərlə açıqlaya bilməmək o deməkdir ki, beynimizdə o haqda təsəvvür yoxdur. Yəni köhnə bir informasiya yoxdur. Onu biz beyində sxemlərlə açıqlaya bilmiriksə, deməli artıq bu bizi narahat eləməyə başlayır həqiqətən də. Çünki tarazlıq pozulur. Nə assimilyasiya eləyə bilmirəm, çünki köhnə bir şey yoxdur. Nə də ona uyğun yeni bir informasiyanı beynim qəbul eləmir ki, onu mən akkomodasiya edim. Onu mən səciyyəvi xüsusiyyətlərinə görə anlayım, qavrayım və beyin şematama otuzdurum. Ona görə də artıq tarazlığım, ekvilibriumum pozuldu. Halbuki orqanizmim həmişə öz belə deyək də insan orqanizmi həmişə öz tarazlığını qorumağa çalışır. Buna görə də artıq belə deyim də ekvilibriumda belə deyək uşağın yeni məlumatı artıq
oldu, belə deyil, mövcud bilik əsasında artıq məcbur qalıb uyğunlaşdıram. Çünki tarazlıq pozdur. Nə assimilasiya eləyə bilirəm, nə akkomodasiya eləyə bilirəm. Ona görə də artıq nə edəcəm? Tutalım ki, bu həmin nümunə ilə misal çəkək ki, bu dəfə itləri, pişikləri deməli ayrı-ayrı anlayışlarla uyğun yerləşdirərək tarazlıq əldə edəcəm. Yəni bir tərəzidə tarazlıq əldə etməsi üçün beləliklə belə deyək də onları tarazlaşdıracam. Yəni biləcəm ki, konkret olaraq assimilasiya budur, konkret olaraq akkomodasiya budur. Assimilasiyada ümumiləşdirdim, hər ikisini heyvan anlayışı altında verdim 4 ayaq üzərində. Artıq akkomodasiyada konkret olaraq onların səciyyəvi xüsusiyyətlərini bildim. Yəni bu artıq tarazlıq beyində o deməkdir ki, artıq mən anlayıram ki, dar düşüncə nədir? Loro dildə desək, assimilasiya nədir? Geniş düşüncə, onların fərqləndirmə, yəni məntiqi nəticəyə gəlmə nədir? Bu da oldu mənim akkomodasiyam. Beləliklə beyində düzgün bilik sxemi formalaşırsa, artıq düzgün informasiyaya çata bilirəmsə, bu oldu mənim beynimin tarazlığı. Artıq mən ekvilibriumu, yəni formalaşdıra bildim. Aydındırmı? Yəni ki, bayaq da dediyim kimi, məsələn, qıvrımsaçlı insanı ilə klon zənn edir. Harda tutalım qıvrımsaçlı xanım görsə, necə və yaxud da kişi görsə, necə bu ilə klondur ki, klon saçı kimidir. Assimilasiya oldu, bənzətdi. Və artıq uşaq başa düşür ki, elə qıvrımsaç təkcə klona məxsus deyil. Qıvrımsaç hər cür insan ola bilər. Klon deyil. Yəni burada da artıq akkomodasiya oldu. Aydındırmı? Yəni daha çox fərqləndirdiniz akkomodasiyada, daha geniş düşündünüz, daha fərqli səciyyəvi xüsusiyyətləri araşdırdınız, tapdınız, anladınız. Daha geniş anlayışa gəldiniz akkomodasiyada. Elə dar düşüncə ilə qaldınızsa assimilasiya oldu. Mənimsəyirsiniz ha, amma mövcud biliklər üzərindən nəyisə bənzədərək mənimsəyirsiniz. Bu olur assimilasiya. Bura qədər sual var. Sual varmı bura qədər? Xeyr müəlliməm, gözəl çəkdiniz. Aha, egosentrizm də bayaq dedim, istəmirəm vaxt aparım müəllimlər. Məncə egosentrizm çox rahatdır, bilirsiniz də, yəni. Yəni başqasının baxış bucağı, başqasının fikri onun üçün önəmli deyil də uşaq üçün. Ancaq özüm. Yəni ki, o ego yönümlü rəy var idi. Bax, elə bir ki, hər şeydə mən mərkəzçiliyi. Əgər müəllim daim ego yönümlü rəy verirsə, burada müəllim özünü üstün tuturdu və yaxud da uşaq özünü. Məsəl üçün, deməli, başqasının baxış bucağından düşünmür, hər şeyə öz tərəfindən yanaşır. Deməli, məsəl üçün, sanki deyirsən ki, hər şeydə ətraf aləmi özü ilə bağlı vurğulayır. O da mənim üçündür, bu da mənim üçündür, mən. Yəni budur. Artifikalizm nədir? Artifikalizmdə artıq belə deyək də, sanki artifikalizm deyərkən biz gözümüzün qabağına gətirməliyik ki, sanki bütün gördüyümüz bu canlı cansız təbiətin insanlar tərəfindən yarandığını düşünür də uşaq beyni. Yəni Allahın bizə bəxş etdiyi bu kainatı, yəni günəşi, ayı, səmanı, dünyanı, varlığı, təbiətin insanlar tərəfindən yarandığını düşünür. Məsələn, nümunədə verilir ki, günəşi göyə sanki mismarla bərkidiblər, sanki. Yəni günəş oradan düşə bilməz. İnsan elə bil ki, günəşi ora vurub, günəş daim səmada qalmalıdır bərkidilmiş vəziyyətdə. Və yaxud da buludlar bizə su versin deyə göydə qoyulub. Axı buludlar da olur, yağış yağır. Yağış nədən əmələ gəlir? Buludlardan necə əmələ gəlir yağış? Su halında proses olur, tökülür yağış kimi bizə. Sanki buludların bir vəzifəsi budur ki, bizə su versin və bizim belə deyək də dünyamızı yağış bəxş etsin də sanki. Yəni artifikalizmdə daha çox insan yaradıcılığı, insan incəsənəti, əl işləri, yəni bax belə bir şey gözünüzün qabağınıza gəlsin. Bəs yaxşı, sinekritizm nədir? Sinekritizm daha doğrusu burada hərf var, sinekritizm. Sinekritizmdə daha çox belə deyək də deməli məntiqsiz əlaqə. Məntiqsiz əlaqə nədir? Yəni məntiqi düşüncə deyil də, burada bir-birinə uyğun olmayan, yəni əşya və obyektlər arasında, hadisələr arasında heç bir əlaqəsi olmayan, bir-birindən fərqli məntiqsiz əlaqələr qurmaq sinekritizmdə. Məsələn, uşaq çətinlik çəkir ki, onu məntiqlə əlaqələndirsin. Yəni tutalım ki, burada nümunədə də verir ki, rəngli qələmlər olan bir qutunu görür, düşünür ki, bu qələmlərdən biri ona aid olmalıdır.
Niyə? Burada məqsəd nədir? Məsəl üçün, deməli, uşaq fikirləşir ki, hökmən bu qələmlərdən biri ona aiddir. Çünki onun fikrincə hər bir obyekt yalnız bir məqsəd ilə əlaqəlidir. Hər bir obyekt yalnız elə bir tək məqsədə xitab eləyir. Yəni yenə də deyirəm, yəni burada bir növ əməliyyat öncəsi mərhələdəki kimi uşaqların təktərəfli yanaşması, təktərəfli dar düşünməsi, yəni geniş düşüncə yoxdur, məntiqi mühakimə yürüdə bilmək yoxdur. Yəni sinekretizm görərkən çalışın ki, situasiyada indi mən testlər atanda baxarsınız, orada da terminlərdə də məsəl üçün terminlərə aid eləyərkən orada da məsəl üçün bir-birinə qarşılıq verin. Bilin ki, harda məntiqsizlik, harda bir-birinə əlaqə olmayan bir şey görsə, qeyri-real bir şey gördünüzsə, bilin ki, sinekretizmdir. Aha. Bu da bizim terminlərdir. Animizmdəki belə deyək də cansız təbiət aləmini canlandırmaq deməkdir. Animizm burada deyəsən verilməyibdi bu testdə. Üzr istəyirəm bu PDF-də animizm. Bir dəqiqə baxım. Yox, burada yoxdur. Animizmdə müəllimlər deməli cansızı canlandırmaqdır sanki. Neçə dəqiqə? Yox, burada yoxdur bu PDF-də. Amma digər PDF-də atmışam, orada olmalıdır.